2007-ci il təvəllüdlü Sabirabad rayon sakini Nihat məktəbli qıza qarşı əxlaqsız hərəkətlər edib. Publika Teleqrafa istinadla xəbər verir ki, hadisə 2025-ci ildə Bərdə şəhərində baş verib. Nihat 2012-ci il təvəllüdlü Süsəni, adlar şərtidir, kirayə qaldığı evə apararaq ona qarşı initim hərəkətlər edib və hadisəni videoya çəkib. Onun barəsində Cinayət Məcəlləsinin 152.2, 12 yaşına çatmış, lakin 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə ittiham irəli sürülüb. Nihat ifadəsində münasibətin qarşılıqlı razılıq əsasında baş verdiyini bildirib. Zərər çəkmiş isə əvvəl razı olmadığını, təzyiq altında evə getdiyini, hadisədən sonra isə intihara cəhd etdiyini deyib. Bərdə rayon məhkəməsinin hökmü ilə Nihat 2 il 11 ay azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş, yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilib və məhkəmənin iclas zalında həbs olunub. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Bərdə rayon məhkəməsinin hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsə aşağı həddə cəza təyin edilməsini və ya barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti hesab olunmasını xahiş edib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilib. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Konstitusiya və suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 3.1, 5.2.3 və 5.3-cü bəndləri tətbiq edilib. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təyin edilmiş 2 il 11 ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 ay azaldılıb. Onun üzərində qəti olaraq 2 il 5 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.